Salam, hər vaxtınız xeyir olsun. Avqust ayının 20-si saatlarımız 17-ni göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, 2027-ci ilin yanvar ayında Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərimoğlu Əliyevin anadan olmasının 130 illiyi tamam olur. Yüksək amallara və humanist ideallara sadiq, əsl vətənpərvər, ziyalı kimi Əziz Əliyev şərəfli bir ömür yolu keçmiş və gələcək nəsillər üçün xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, ən müxtəlif məsul vəzifələrdə çalışarkən milli təəssübkeşlik hissi ilə daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərmişdi. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu var. Əziz Əliyev 2-ci Dünya müharibəsi illərində hərbi siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik etmişdi. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyühlü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirmişdi. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirmişdir deyə sərəncamda bildirilib. Sərəncama əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb, həyata keçirilməli. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir. Mərkəzi icra hakimiyyəti orqanları nizamnamələrinə əsasən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər hazırladıkları mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların layihələrinin norma yaratma orqanına təqdim edilməzdən əvvəl normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunun 46-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi agentliyi ilə razılaşdırılmasını, Mərkəzi İcra Hakimiyyəti orqanları isə həmçinin qeyd olunan sahədə özlərinin qəbul etdikləri normativ hüquqi aktların həmin agentliklə razılaşdırmaqla qəbul olunmasını təmin etməlidir. Bu fərman 2026-cı il oktyabrın 1-dən qüvvəyə minir. Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramı təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabineti 6 ay müddətində Dövlət Turizm Agentliyinin təklifləri əsasında turizm haqqında qanunun təkmilləşdirilməsi, 3 ay müddətində isə turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və
turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsini təmin etməlidir. Bundan başqa Nazirlər Kabineti dövlət proqramının 8.8.1.3-cü abzasında və 8.8.2-ci yarım bəndində nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair, həmçinin nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizm inkişafına töhfəsinin artırılmasına dair təkliflərini 3 ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir. Maliyyə Nazirliyi və İqtisad Nazirliyi Dövlət Turizm Agentliyi ilə birlikdə dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir. Tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Azərbaycanda gəlmə turizminin təşviqi məqsədi ilə vizasız gediş-gəliş rejimi tətbiq olunan hədəf ölkələrinin sayının artırılması nəzərdə tutulur. Bu, Prezidentin 20 avqust 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının tədbirlər planında əksini tapıb. Tədbirlər planına əsasən ümumvətəndaş pasportlar əsasında hədəf turizm ölkələrinin vətəndaşlarına münasibətdə birtərəfli və ya qarşılıqlı qaydada vizasız gediş-gəliş rejiminin tətbiqi üçün zəruri dövlət daxili prosedurlar həyata keçiriləcək. Proqramın aralıq nəticəsi kimi 28 hədəf turizm ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqini təmin edilməsi nəzərdə tutulur. Yekun hədəf isə bu göstəricinin 34 ölkəyə çatdırılmasıdır. Tədbirin icra müddəti 2026-2030-cu illəri əhatə edir. Tədbirin əsas icraçısı Nazirlər Kabinetidir. Prosesə Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyatı qurumlar cəlb ediləcək. Dövlət proqramında viza siyasətinin yumşaldılması ilə yanaşı, turizm məqsədi ilə çoxdəfəlik elektron vizaların verilməsi prosedurlarının təkmilləşdirilməsi və elektron viza, o cümlədən sərhəddə viza rejimi tətbiq olunan ölkələrin sayının artırılması da nəzərdə tutulub. Çoxdəfəlik elektron vizaların verilməsi üçün asan viza sistemi üzrə prosedurların və texniki imkanların yenilənməsi planlaşdırılır. Bundan başqa elektron viza rejiminin tətbiq ediləcəyi yeni ölkələrin siyahısının müəyyənləşdirilməsi, sərhəddə viza rejiminin müddətsiz əsaslarla tətbiqinin nəzərdən keçirilməsi və müəyyən ediləcək yeni ölkələrin vətəndaşlarına elektron viza imkanının yaradılması nəzərdə tutulur. Bu tədbirlərin 2026-2027-ci illərdə həyata keçirilməsi planlaşdırılır. Bakıda və Xocavənddə yeni kulinariya və enoturizm mərkəzləri yaradılacaq. Azərbaycan mətbəxinin və gastronomiya turizminin beynəlxalq miqyasda tanıdılması üçün kompleks layihələr həyata keçiriləcək. Bu, Prezident İlham Əliyev bugün təsdiqlədiyi turizmin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramında öz əksini tapıb. Sənədə görə ölkədəki 70 restoranda Gaud and Millau, La Liste kimi beynəlxalq bələdçi bazalarına inteqrasiya ediləcək. 3 restoranın isə beynəlxalq ölçmə dəyərləndirmə sistemlərindən sertifikat alması dəstəklənəcək. Bundan başqa Bakının Bayıl qəsəbəsində Bayıl Kulinariya Təcrübə Mərkəzi, Xocavənddə isə Tuğ Enoturizm üzrə Təcrübə Mərkəzi,
istifadəyə veriləcək. Milli Dadlar elektron portalı süni intellekt və beynəlxalq axtarış sistemlərinə inteqrasiya olunacaq. 200 yerli aşbaz beynəlxalq dərəcəli sertifikatlar alacaq. Ölkə üzrə 25 çimərlikdə abadlıq işləri aparılacaq. Beynəlxalq standartlara uyğun nümunəvi ictimai çimərliklər yaradılacaq. Davam edirik. Ermənistan hökuməti Azərbaycanla sülhü rəsmiləşdirməyə, Türkiyə ilə münasibətləri nizama salmağa, Avropa İttifaqı, ABŞ, İran, Gürcüstanla strateji əlaqələri və Rusiya ilə çoxşaxəli əlaqələri inkişaf etdirməyə hazırlaşır. Ermənistan mediasına istinadən verilən xəbərə görə bu barədə baş nazir Nikol Paşinyanın hökumətin iclasında təqdim etdiyi Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqramında qeyd olunub. Xarici siyasət hissəsində bildirilir ki, Ermənistan hökuməti Azərbaycanla sərhəddin delimitasiyası, eləcə də Azərbaycanla sülhün, yəni sülh müqaviləsinin və digər hüquqlu aktların imzalanması, həmçinin iki ölkənin vətəndaş cəmiyyəti və işgüzar dairələr arasında əlaqələrin aktivləşməsi üzrə işləri davam etdirəcək. Hökumət həmçinin Türkiyə ilə diplomatik münasibətlər qurmaq və azı 2 müasir nəzarət buraxılış məntəqəsi ilə sərhəddi açmaq, eləcə də enerji infrastrukturlarını yenidən işə salmaq niyyətindədir. 1991-ci il xəritələrinə əsasən Kərki, Barxudardı və Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi deyil. Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. Baş nazirin sözlərinə görə sərhədlərin delimitasiyası məsələsi dinç yolla, həmçinin sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin maraqları nəzərə alınmaqla həll edilməlidir. Paşinyan əlavə edib ki, hələlik Ermənistan və Azərbaycan arasında anklavlar məsələsinin həlli ilə bağlı konkret razılaşma yoxdur. Xatırladaq ki, Ermənistan ərazisində yerləşən 4 anklav Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki kəndləri Azərbaycana qaytarılmalıdır. Ermənistan baş naziri bu məsələlərin delimitasiya prosesi çərçivəsində həll ediləcəyini açıqlayıb. Ermənistan hökuməti kilsədə islahat, maliyyə şəffaflığının və ruhanilərin mənəvi dürüstlüyünün təmin edilməsi məqsədi ilə bir sıra addımlar atmağı planlaşdırır. Bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üçün təsdiqlənmiş yeni proqramında bildirilir. Hökumətin bugün təsdiqlədiyi proqramda məsələyə dini təhlükəsizlik adlı ayrıca bölmə həsr olunub. Sənəddə bildirilir ki, dəyərlərə əsaslanan dini həyatın formalaşdırılması problemlərinin həlli üçün Erməni Apostol kilsəsində islahatlar həyati zərurət daşıyır. Proqramda xarici qüvvələrin Erməni kilsəsindən hibrid mübarizədə dayaq kimi istifadə etməsi təhlükəsindən də bəhs edilir. Erməni Apostol kilsəsində islahat gündəliyi kilsənin kanonik çərçivəyə salınmasına xidmət edir və onun siyasiləşdirilməsini istisna edir. Dini təhlükəsizliyin təmin edilməsi, xarici qüvvələrin Erməni Apostol kilsəsindən hibrid mübarizədə dayaq nöqtəsi kimi istifadə etmək cəhdlərinin qarşısının alınması və kilsədə islahat məqsədi ilə aşağıdakı gündəliyin həyata keçirilməsinə yönəlmiş səylər göstəriləcək. Erməni Apostol kilsəsinin faktiki rəhbərinin vəzifədən uzaqlaşdırılması təmin ediləcək və müəyyən edilmiş qaydada Katolikosun müvəqqəti əvəzləyicisinin seçilməsi həyata keçiriləcək. Erməni Apostol kilsəsinin nizamnaməsinin qəbul edilməsi təmin olunacaq. Nizamnamədə mövcud prinsiplərə riayət olunması, maliyyə şəffaflığı və ruhanilərin mənəvi dürüstlüyünün təmin edilməsi mexanizmləri müəyyənləşdiriləcək. Müəyyən edilmiş qaydada bütün ermənilərin Katolikosunun seçilməsi təmin ediləcək. Hökumət həmçinin din adamlarının dövlətin sosial təminatlar sisteminə daxil edilməsinə və kilsənin maliyyələşdirilməsinin şəffaflığının təmin olunmasına başlayacaq.
Hökumətin 2026-2031-ci illəri əhatə edən proqramı tamamilə real Ermənistan ideologiyasına və 4-cü Respublika baxışına əsaslanır. Bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. 7 iyun 2026-cı il seçkilərinin nəticələrinə əsasən real Ermənistan ideologiyası sonda qalib gəldi. Və bu deməkdir ki, real Ermənistan ideologiyası Ermənistan Respublikasında rəsmi ideologiyaya çevrildi. Beləliklə, Ermənistan öz tarixində 4-cü Respublika adlandırdığımız mərhələyə qədəm qoydu deyə o bildirib. Onun sözlərinə görə 3-cü Respublikanın 4-cü Respublikadan nə ilə fərqləndiyini də qeyd etmək vacibdir. 3-cü Respublika ilk gündən münaqişə məntiqinə əsaslanırdı. 4-cü Respublika isə sülh məntiqi əsasında formalaşıb deyə baş nazir qeyd edib. Ukrayna Ali Radası avqustun 20-sinə planlaşdırılan iclasını ardıcıl hava həyəcanı siqnalları və hava zərbələri təhlükəsi səbəbindən ləğv edib, iclas qeyri-müəyyən vaxta təxirə salınıb. Bildirilib ki, Kiyevdə vəziyyət belə davam edərsə, parlament işinə Ali Radanın binasından kənarda nisbətən təhlükəsiz yerdə davam edə bilər. Qeyd edək ki, son günlər Kiyev və ətraf vilayətlər davamlı olaraq Rusiya ordusu tərəfindən hava zərbələrinə məruz qalır. Avqustun 20-sində isə daha böyük kütləvi hava zərbələri endirilib. Ukrayna Tataristanın Nijnekamsk şəhərindəki Taneko neft emalı zavoduna və Rusiyanın Krasnodar vilayətinin Volna qəsəbəsindəki neft terminalına zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Telegram kanalında məlumat yayılıb. Baş qərargahın məlumatına görə obyektlərə zərbələr avqustun 19-unda və avqustun 20-sinə keçən gecə endirilib. Nəticədə Taneko neft ərazisində və terminalında yanğın qeydə alınıb, dəymiş ziyan dəqiqləşdirilir. Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb. Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib. Həkimlərin məlumatına görə Rusiyanın paytaxtda kütləvi hücumu nəticəsində artıq 15 nəfər həlak olub. Rusiya Silahlı Qüvvələrinin Slavyansk və Kramatorskda endirdiyi zərbələr nəticəsində azı 10 nəfər yaralanıb. Verilən xəbərə görə bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Flaşkin məlumat yayıb. Onun sözlərinə görə zərbələr pilotsuz uçuş aparatları və fuqas aviasiya bombaları vasitəsilə endirilib. Flaşkin qeyd edib ki, Slavyanskda 3, Kramatorskda isə 7 nəfər xəsarət alıb. İran yaxın şərqdə yenidən hərbi əməliyyatlar başlayacağı təqdirdə daha güclü silahlar hazırlayıb. Bu barədə İran İslam İnqilabı Keşişçiləri Korpusunun rəsmi sözçüsü Hüseyin Mohebi bildirib. Əgər müharibə yenidən başlasa, istifadə etdiyimiz silahlar mütləq fərqli olacaq və bu fərq döyüş başlıqlarının generasiyasında, vurma dəqiqliyində, raketlərin məsafəsində və ya hər hansı digər göstəricidə özünü göstərə bilər deyə o qeyd edib. İranın yüksək rütbəli hərbi rəsmisi əlavə edib ki, Tehran bütün silahlanma imkanlarını gündən günə təkmilləşdirir və daha dəqiq, dağıdıcı və texnoloji cəhətdən inkişaf etmiş silahlar istehsal edir. 6 silahlı şəxs Yəmən sahilləri yaxınlığında Ədən körfəzində tankeri ələ keçirib və gəmini Somali istiqamətinə yönləndirib. Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Agentliyi X sosial şəbəkə hesabında paylaşım edib. Qurumun məlumatına görə hadisə Əl-Mükəllat yaxınlığında baş verib. Ədən körfəzi ilə qərbə doğru hərəkət edən tanker icazəsiz gəminin yaxınlaşdığını bildirərək fəlakət siqnalı verib. Daha sonra isə 6 silahlı şəxsin tankerin göyərtəsinə qalxması, gəmini nəzarətə götürməsi və onun kursunu Somali istiqamətində dəyişdirməsi barədə məlumat yayıb. Hakimiyyət orqanları araşdırma aparır.
Qətərin Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Tani ABŞ və İsrailin İrana qarşı müharibəsindən əvvəl olan səviyyədə Hörmüz boğazında gəmiçiliyi bərpa etməyin və münaqişə tərəfləri arasında şantaja son qoymağın zəruriliyini qeyd edib. Əl-Cəzirənin yaydığı məlumata görə bu barədə nazir Misirin Əl-Alameyn şəhərində keçirilən yüksək səviyyəli danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. Bu müharibənin fəsadları təkcə Fars körfəzi regionu üçün deyil, dünyanın digər hissələri üçün də ciddi olub, deyə Şeyx Məhəmməd bildirib. Onun sözlərinə görə müharibədən əvvəl mövcud olmuş vəziyyəti bərpa etmək lazımdır. Biz vəziyyəti əvvəlki halına qaytarmalıyıq. Biz bununla bağlı istənilən təhdidləri və istənilən maneələri pisləyirik, deyə Qətərin Xarici İşlər Naziri bildirib. Ben Gurion hava limanının əməkdaşları tətil ediblər. Bu barədə The Times of Israel məlumat yayıb. Bildirilir ki, bu da hava limanının bağlanmasına və onlarla reysin təxirə salınmasına səbəb ola bilər. Pilotlara və aviaşirkətlərə hava limanının Bakı vaxtı ilə saat 15:00-da bağlanacağı barədə məlumat verilib. Bir təyyarə artıq havada geri dönməyə məcbur olub. Daha onlarla reys analoji vəziyyətlə üzləşə bilər. İşçilər sərnişinlərə xidmət göstərmək üçün personal çatışmazlığından şikayətlənirlər. İsrail Hava Limanları İdarəsi əməkdaşlardan işə qayıtmağı tələb edib və hava limanı işçilərinin Həmkarlar İttifaqına qarşı məhkəmə tədbirləri görəcəyi ilə hədəliyib. İsrail Nəqliyyat Nazirliyinin nümayəndələri bildiriblər ki, tətil təsdiqləyici təqdirdə başlar uçacaq, işçilər isə evlərinə yollanacaq. Bugün hava limanı 600 reys üzrə rekord sayda 107 min sərnişinə xidmət göstərməlidir. Bu da son bir ilin ən yüksək göstəricisidir. Uçuş zalı qeydiyyatdan və təhlükəsizlik nəzarətindən keçməyi gözləyən sərnişinlərlə doludur. Şimali Koreya Yapon dənizi istiqamətində 10-a yaxın qısa mənzilli ballistik raket buraxıb. Bu barədə Yonhap agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb. Hakimiyyət orqanları mümkün əlavə buraxılışlarla bağlı müşahidəni və sayıqlığı Yaranan texniki problemə görə üzr istəyirik. Davam edirik. Vyetnamda edam cəzası ləğv edilir. Vyetnamın İctimai Təhlükəsizlik naziri Leong Tam Kaung hökumətin adından parlamentə cinayət məcəlləsinə dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib. Layihə bəzi cinayət növlərinə görə ölüm hökmünün ləğvini təklif edib. Hazırki cinayət məcəlləsində ölüm hökmünün tətbiq oluna biləcəyi 10 cinayət kateqoriyası müəyyən edilib. Hökumət bunlardan 6-sına qiyam, 16 yaşına çatmamış şəxsin zorlanması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər və hakimiyyətə qarşı çıxmaq məqsədi ilə ekstremist fəaliyyətə görə ölüm hökmünün ləğv edilməsini təklif edib. Ölüm hökmü 4 cinayətə görə qüvvədə qalacaq. Dövlətə xəyanət, qətl, terrorizm və narkotik vasitələrin qanunsuz istehsalı. Cinayət məcəlləsinin yeni redaksiyasının oktyabrda parlamentin növbəti sessiyasında qəbul ediləcəyi və 2027-ci il martın 1-dən qüvvəyə minəcəyi gözlənilir. 5 yaşlı uşağın mədəsindən qızıl külçə çıxarılıb. Pekindəki həkimlər 5 yaşlı qız uşağının mədəsindən 50 qramlıq qızıl külçə çıxarıblar.
Hadisə avqust ayının 15-də qeydə alınıb. Ailə bir neçə xəstəxanaya müraciət etsə də, yalnız Pekin Uşaq Tibb Mərkəzi təcili əməliyyat apara bilib. Dəmirin udulduğu andan xəstəxanaya aparıldığı vaxta qədər təxminən 6 saat çəkib. Həkimlər bir neçə dəqiqə davam edən endoskopik prosedurla yad cismi çıxarıblar. Uşaq artıq xəstəxanadan evə buraxılıb, həyatı üçün heç bir təhlükə yoxdur. Yerli xəbərlərlə davam edirik. Zaqatalada minik avtomobilləri toqquşub, hadisə yuxarı Çardaqlar avtomobil yolunun Zaqatalanın Muxax kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili Ford markalı digər və Vaz 2107 markalı avtomobillər toqquşub. İlkin məlumata görə qəza zamanı 3 nəfər xəsarət alıb və yaralılar Zaqatala rayon mərkəzi xəstəxanasının cərrahiyyə korpusunun 2-ci təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır. 2026-2027-ci tədris ili üçün 5-ci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul planı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən bildirilir ki, qəbul planına əsasən 5-ci ixtisas qrupu üzrə Azərbaycan bölməsinə 1471, Rus bölməsinə 115, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3149 yer olmaqla ümumilikdə 4735 plan yer ayrılıb. Dövlət sifarişi əsasında ayrılan plan yerləri sayı 1543-dür. Qeyd olunub ki, 5-ci ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb olunan ixtisaslar arasında ən çox plan yeri ümumi fiziki hazırlıq, dizayn, fiziki tərbiyə və çağırışa qədər ki, hazırlıq müəllimliyi və təsviri incəsənət müəllimliyi ixtisaslarına ayrılıb. Şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb. Bu barədə MÜTTA məlumat yayıb. Bildirilib ki, saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdirilib. Proses 2, 9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlərin elektron yerdəyişməsi portal vasitəsilə həyata keçirilir. Qeyd edilib ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyatı üzrə agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, agentliyin vətəndaşlara xidmət mərkəzinə, eləcə də asan xidmət mərkəzlərinə müraciət edə bilərlər. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Sizi isə hər gün səhər saat 10:00 və eləcə də 17:00 xəbərlərini izləməyi unutmayın. Ən əsası isə elə bizim kanalımıza da abunə olmağı unutmayın. Kanalımıza abunə olun ki, xəbərlərdən tez xəbərdar olasınız. Görüşmək ümidi ilə sağ olun, salamat qalın.